Açılma. O açılan da bağlanmaz, bağlanan da açılmadı. O var. Yaşadık ayı bulandı. Akşamınız ve her vaktiniz xeyir hörmətli dostlar. Çox sevindirici haldır. Mən aşıqlarımız içində ən görkəmlilərindən birini yenə məclisində olduğumu belə bir fəxrlə duymakta. Aşıq Əli Yekani çox qeyrətli, təəssübkeş və fövqəladə həssas aşıq olduğuna görə və bunların hamısının başında onun cəsarətini alnından öpmək mənə borc olsun. Onun pəncələri güclü, sazının simləri zil, qəm və təravətli və nəfəsi həmişə isti olsun. O bizim elimizin dayağı hesab olunur. Həqiqətən mən bir aşıqanə şeir oxumaq istedim, amma Aşıq Əli bu nəfəsi bizə başlayandan sonra heç olmasa bir uzun şeirimlə bir 3-4 kupletini oxumağı burada özümə fərz bilirəm. Başım bədənimə ağırlıq edir, qaraya ağ, aca tox deyəmirəm. Bir ox deyib qanım içimə gedir, nə bir ağ, nə də bir ox deyəmirəm. Sən bir zillətə bax bizim millətdə, 35 milyonluq əqəlliyyətdə. Götür sayımızı şəhərdə kətdə, qıyıq gözlərinə sox deyəmirəm. Böyük varlığımı görüb xoflanır, varlığımı danır, dilimi danır. İllərdir dilimdən qabar sallanır, düşmənə yurdumdan çıx deyəmirəm. Qəsdən qurudurlar Urmu gölünü, sürgünə çəkirlər Türkün dölünü. Doldurmaq gərəkdir duzlu çölünü. Doldurmaq gərəkdir duzlu çölünü. Çayların bəndini yığ deyəmirəm. Zaman amansızdır, ilə də qalmaz. Belə qalmamışdır, belə də qalmaz. Bu həsrət daima, elə də qalmaz. Bundan açıq daha çox deyəmirəm. Hər halda biz illər boyu ki, yurdumuzun ayrılmaz hissəsi olan bu Qarabağda erməni dıqaları yiyib harınlayırlar, hələ biz cürətimiz yox olaraq çıx deyək. O dərd bir tərəfdə qalsın. Bugün bizim ağzı gözəl nümayəndələrimiz milyon vururlar bədənə, sonra da qutarandan sonra döldürürlər, sonra hansı bir müdir kullun deməli peşəsinə yiyələnəndən sonra bu sapı dəstəsi bizdən olanacaqlar, bizim kökümüzə nəcaq vururlar. Bu, Ayqulizədə deyən kimi Urmu gölü təmsildir bizim bütün varlığımızdan, böyük məmləkətimizdən. Burada təkcə Türk, Kürt, Şərqi, Qərbi, Zəncan, Miyana başqası da ki, aradan gələcək. Bu bir böyük varlıqdır ki, aradan gedir və biz burada köçməyə məcburiyyət qarşısında qala bilərik də. Bunlar gələcək nəslin faciəsidir. Biz bu faciəni fiilən yaşamırıq. Hər halda. İcazə verin bir lirik şeir